Bakıya atom bombası atmaq qədər Azərbaycan səfirliyi də vurun. Məhz Putinin təşəbbüsü ilə görüş keçirildi. İran deyir ki, mən şiəçilik təklif edirəm. Buna görə sən məni eşitməlisən. Cəmiyyətin təfəkküründə demokratiya meyillik yoxdur. Siz ancaq qopartmaq istəyirsiniz, şapalaq bu məsələ həll olmalıdır. Yoxsa daha pis olacaq. Xalq ora qaçdı. Sivilizasiyaların toqquşması idi. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bugünkü qonağımız təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldır. Xoş gəlmisiniz İlham müəllim. Xoş gördük sizi də, tamaşaçıları da salamlayıram. Necəsiz? Çalışırıq, yaxşı olaq. Hər zaman yaxşı olasınız. İlham müəllim, istəyərdim ki, biz ilk olaraq Azərbaycan-Rusiya münasibətlərindəki son, yəni keçən ildən bəri davam edən gərginliyi biraz müzakirə edək. Əslində səhv eləmirəmsə oktyabrın 9-u ya da 10-u Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra bəziləri iddia etdilər ki, artıq hər şey qaydasındadır, amma bu yaxınlarda məsələn Ukraynadakı səfirliyimiz vuruldu ki, bu artıq ikinci dəfə idi. Belə bir hal baş verirdi. Bəlkə bir 3 ay, 4 ay bundan qabaqki qədər yox, amma hər halda az da olsa müəyyən bir gərginlik hələ də var. Sizcə bu gərginlik Rusiyaya nə verir? Yəni bir Azərbaycanlı və ya bir ekspert kimi yox, gəlin daha kənardan, daha belə obyektiv baxaq. Yəni məntiqlə Rusiya niyə görə bizə bu və ya digər formada təzyiq etməyə çalışır? Cavanşir bəy, Azərbaycan müstəqillik qazanandan bəri Rusiyanın Azərbaycana münasibətində ola bilsin üzdə tam gərginlik olmasa da mahiyyət etibarilə daim gərginlik olubdur. Sadəcə olaraq onun görünən tərəfləri olub, bir də görünməyən tərəfləri olub. Konkret olaraq axırıncı siz deyən kimi keçən il dekabrın 25-də Azal təyyarəsinin vurulmasından sonra, yəni biz bilirik ki, kifayət dərəcədə gərgin belə də ki, münasibətlər yarandı. O dərəcədə ki, onların rəsmiləri, qeyri-rəsmiləri, siyasi şərhçiləri, hətta Bakıya atom bombası atmaq qədər, yəni ki, bu cür cəfəng, yəni olsa da bir hədə-qorxu gəlirdilər, təhdid eləyirdilər. Və bir-birinin ardınca da digər məsələlər, yəni Yekaterinburqda xüsusilə, yəni ki, əvvəlki illərdən fərqli olaraq, yəni ki, Azərbaycana, tutaq ki, qonşu Ermənistan kimi siyasi, hərbi, iqtisadi təzyiqlər Azərbaycanda keçmədiyi üçün ən çox təzyiqləri öz ərazilərində bizim soydaşlarımıza qarşı elədilər. Yəni, tutaq ki, Azərbaycanın iqtisadi cəhətdən onların belə ciddi, nə də bizim pomidor almasınlar. Yəni ki, bu elə bir, belə deyək ki, ciddi bir məsələ deyil. Yəni ki, biz başqa bazarlar da axtara bilərik, tapa bilərik. Amma onlar fikir verdirsə, ən çox məhz bizə Azərbaycandan kənarda daha çox təzyiqlər göstərməyə başladılar. Birinci, öz ölkələrində soydaşlarımıza qarşı. İkincisi də siz deyən kimi, Ukraynada səfirliyimizin yaxınlığını və belə deyək ki, birbaşa tutaq ki, hədəf alınmasa da, amma sanki bilirdilər ki, bax, bu səfirliyə xüsusilə sonuncu dəfədə, yəni ki, 4 ay bundan əvvəl, 4 ay yarımından əvvəl Ukraynada idim, Kiyevdə idim. O birincinin elementləri hələ birinci vurulmanı gördüm səfirlikdə, yəni ki, qarşısında. Şəxsən hətta. Şəxsən özüm gördüm, bəli. Mən bir həftə qaldım orada, iyul ayında. Orada gördüm ki, yəni ki, tutaq ki, xeyli aralıda, xeyli deyəndə belə deyək də, oranı vurmaq üçün mütləq səfirlik nişan alınmaya bilər və yaxud da ki, məsafə böyükdür də, bir 500 metrdən çox böyük bir məsafə var. Adətən raketlər, tutaq ki, tərifləyəndə deyirlər ki, 10 metr yayına bilər, 20 metr yayına bilər, 500 metr yayına bilməz axı. 500 metr aralıda bir Artyom zavodu var. Raketlərin müəyyən komponentlərini hazırlayır, belə deyək. Bunlar güya ki, oranı hədəf alırlar, amma hər dəfə Azərbaycan səfirliyi, bilirsiniz, yəni etinasız yanaşırlar. Ki, Azərbaycan səfirliyi də vurun. 100-dən çox diplomatik nümayəndəlik var Kiyevdə. Yəni 100-dən çoxdur. Niyə məsələ Azərbaycan səfirliyini yanı? Xüsusilə axırıncı dəfə vurulanda da siz özü də gördünüz ki, daha çox zərərlər oldu, bəli, fəsadlar. Nə qədər allatsalar da bizi ki, ora qəlpə düşübdür, özdə Amerika belə deyək də ki, raket vuran, yəni ki, Rusiyanın raketini vuranda Amerikanın raketinin qəlpəsi düşübdür. Orada elə bir çuxur açılmışdı ki, o çuxur qəlpə yaratmır. Onu birbaşa episentridir. Yəni ki, birbaşa ora düşmüşdü. Yaxşı ki, insan tələfatı olmamışdı, amma bu nə idi? Bu münasibətdir. Bilirsiniz nədən gedir söhbət? Münasibətdən gedir. Yəni ki, dağılsın da, yəni onlar üçün. Yəni Azərbaycandır, yəni ki, onsuz da belə deyək ki, işlərində biz daimi gördük bu 10 ay ərzində. O necə ki, zamanında ki, Türkiyə tərəfindən onların qırıcıları vurulmuşdu.
başladılar Osmanlıdan tutmuş, yəni Osmanlı dövründən tutmuş Rusiya ilə axırıncı Şip qaşırımı uğrunda mübarizəyə qədər, yəni ki, tarixdən oralara qədər göstərməyə ki, Rusiya necə məğlub elədi, Suvorov neynədi, İsmail qalası, oralara qədər başladılar. Yəni bunların içində mahiyyət, mən sözümün əvvəldə nə deyirdim? Üzdə ola bilsin ki, görsənməsin, amma daxilən içində həmişə var. O, yəni ki, o gərginliyi saxlamaq münasibətdən asılıdır. O münasibəti Rusiya həmişə saxlayır və sizin sualınızda birbaşa ki, Rusiya bundan nə əldə edir? Rusiyanın təzyiq vasitəsidir bu. Rusiya Kremlin orbitindən çıxan postsovet məkanını daim cəzalandırmaq istəyir. Xüsusilə Ukraynaya münasibət müsbətdirsə, yəni Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, humanitar yardım göstərir, humanitar yardımlar neçə vaxtdan bəri göstərir. Xüsusilə cənab prezidentin son dəfə Şuşa forumunda Qordona cavabındakı işğalla heç vaxt barışmaq olmaz, yəni mübarizə aparmalısınız dedi, bəli. Bunlar hamısı Rusiyaya çox belə deyək ki, qəbul etmədiyi təkcə ifadələr deyil, yəni ki, siyasətdir deyək də, yəni qəbul etmədi. Onlar elə bilirlər ki, biz elə sanki Sovet hökumətidir. Moskvadan nə deyəcəklərsə ki, qurultayın qərarları biz də burada əl çalacağıq. Burada bir səlahiyyətli nümayəndə qoyacaqlar. Bunlar orada deyəcək ki, yaxşı nə desəz oldu. Düzdür, onlar onu məxfi şəkildə eləyirlər. Yəni mən köhnə xüsusi xidmət orqanı işçisi kimi deyim ki, yəni ki, onlar çalışırlar ki, bu və digər şəkildə təsir agentləri olsun, təsir agentləri adətən özdə vəzifədə olanlardır ki, yəni təsir etmə imkanları olur. Bəli, təbii ki. Səlahiyyət sahibləri olur daha doğrusu. Və o şəxslərin də hansısa təbii ki, bir səlahiyyəti olsun. Onlar nəsə edə bilsin, dəyişdirə bilsinlər. Ona görə təsir agentləri deyirlər. Adi informasiya verən agent başqa şeydir, yəni təsir agentləri başqa şeydir ona görə. Yəni mən hesab edirəm ki, Rusiyanın burada qazancı yalnız təzyiqdir ki, təzyiqlə Azərbaycanı, digər postsovet ölkələrini, respublikalarında, xüsusilə də Azərbaycanı, yəni ki, Xəzər sahilində olan Cənubi Qafqaz ölkəsi, Cənubi Qafqazın lider ölkəsi, iqtisadi, siyasi, hərbi cəhətdən Rusiyadan asılı olmayan və Ermənistanla da həmişə çalışırlar ki, daimi davada olaq, parçala hökmü sür siyasətini Çar Rusiyasından qalma siyasəti yeritsinlər. Ona görə də üzdə görsənməsə də daxildə həmişə onu saxlayırlar və Rusiya burada qazancı yenə deyirəm təzyiqdir. Amma görəndə ki, artıq bunun xeyri yoxdur. Biz müqavimət gücümüz var. Və müstəqil siyasət yürüdürük. Müstəqil siyasət. Yəni ən çox xoşlamadıqları odur ki, biz müstəqil siyasət yürüdürük. Xüsusən 2020-ci ildən sonra bizim müstəqil siyasət yürütmemiz. Bəli, Qarabağ məsələsindən zəfərimizdən sonra. Ona görə də düşənbədə belə deyək ki, məhz Putinin təşəbbüsü ilə görüş keçirildi, yəni ki, söhbət olundu. Müəyyən mənada siz dediyiniz kimi oktyabr ayında müəyyən mənada bir yumşaqlıq gəldi. Bəli. Amma bu biraz tamamilə aradan qaldırmadı gərginliyi. Və biz bunun perspektivdə bu ya digər şəkildə necə ki səfirliyimiz olan münasibətdə görmüşük, bu ya digər şəkildə hansısa təxribatları görəcəyik. O təxribatlar çox güman ki, perspektivdə Zəngəzur dəhlizi ilə bağlı olsun. O çox güman ki, Ermənistanda revanşistlərin hakimiyyətə gətirilməsi uğrunda Rusiyanın çırpıntıları olsun. Yəni ki, bu istiqamətdə olsun. Yəni ki, Ermənistan vasitəsilə, axı Ermənistan həmişə alət olubdur bunların əlində. Yəni ki, başqalarına təzyiq etmək üçün, konkret olaraq Türkiyə və Azərbaycan. Ona görə də yalnız bu məqsədlə bu işləri görə bilərlər. Bilirsiniz, maraqlı nədir? İndi bizim kanalda biz çalışırıq ki, ən dərin informasiyalarla tamaşaçıları, ən dərin təhlillərlə tamaşaçıların qarşısına çıxaq. Hamının bildiyi və yaxud da şablon rəylərdən çalışırıq ki, mümkün qədər yan keçək. Ona görə də mən sizin kimi mütəxəssisləri çağırırıq. Burada maraqlı bir şey, məqam deyim sizə. Tarix boyu imperializm olub. Fərqli imperiyalar olub, fərqli coğrafiyalarda, fərqli hökmdarlar və s. və l. Və o imperiyalar bu və ya digər formada o coğrafiyaları işğal ediblər, fəth ediblər. İndi adını nə qoyursunuz qoyun, fərqi yoxdur. Və nəsə təqdim ediblər və yaxud nəsə deyək ki, alternativ irəli sürüblər ki, mən bura din gətirmişəm, mən bura deyək ki, yeni bir məzhəb gətirmişəm və s. və l. Çağdaş dünyada isə kimsə deyə bilər ki, Rusiyanı siz deyirsiniz, amma Çin də tutaq ki, elə imperial dövlət sayıla bilər və yaxud da ABŞ və yaxud da ki, İran. Amma maraqlısı budur ki, bu dövlətlərin təklif etdiyi nəsə var. Tutaq ki, İran deyir ki, mən şiəçilik təklif edirəm. Və yaxud da Çin deyir ki, mən investisiyalar gətirirəm sənin ölkənə. Tutaq ki, iqtisadi baxımdan nəsə təklif edir. ABŞ
sosial şəbəkələr, deməli Hollywood, Hətta demokratik idarə etmə demokratik idarə etmə prinsipləri, iPhone-lar, bildiyiniz hər şey. Mən çalışıram mümkün qədər sadə dillə deyim ki, tamaşaçılara aydın olsun. Müxtəlif təklifləri var ki, mən buna görə sən məni eşitməlisən. Yəni Rusiyanın təklif etdiyi heç nə yoxdur. Yəni onların dilinə desək, yaxşı onların dilində deməyim, bizim efir üçün uyğun gəlmir. Yəni mən rusam, sən rus deyilsən və sən mənə tabe olmalısan. Məhz bu təfəkkürlə də istəyirlər ki, deyək ənənəvi üsullarla yeni nəticələr əldə etməyə çalışırlar. Bu sadəcə bizdə deyil də, yəni ümumən postsovet məkan başda olmaqla deyək ki, bəzi ölkələrdə. Sizcə Rusiyada var da, orada da strateqlər var, siyasətçilər var, təhlil mərkəzləri var, raport yazanlar var. Yəni, bu adamlar düşünmürmü ki, biz ənənəvi üsullarla, əsrlərlə yeni nəticə niyə görə əldə etməyə çalışır? Yəni 21-ci əsrdə, 2025-ci ildə biz yenə deyək 100 il, 150 il bundan qabaq yanaşdığımız kimi məsələlərə yanaşıb necə yeni nəticələr əldə edirik? Ya bu sual sizcə orada aktualdırmı? Aktual deyil. Ona görə ki, imperiya ambisiyası yalnız idarə etməni aparan şəxslərdə yox, bütün cəmiyyətə hakim kəsilib təfəkkürlərinə, Rusiya cəmiyyətinə. 4 ilə yaxındır ki, misal üçün Ukrayna ilə müharibə eləyirlər. Rusiya cəmiyyətində bir dənə kütləvi etiraz yoxdur. Çünki onların fikrində budur ki, biz, bax siz çox yaxşı müqayisə elədiniz də, yəni ki, kimlər sənəsə təklif eləyir də. Bəli, alternativ qoyur. Rusiya isə ərazi tutmaqla, yəni ki, İvan Grozun dövründə nətər olursa ki, Kazan xanlığını götürmək, Yermak o dövrün ki, Kuçum xanlığını götürdü, Alyaskaya qədər getdik, çıxdıq. Yəni, böyük dövlətlər olana qədər qarşında kim varsa ərazi, istəyir soyuq olsun, istəyir isti olsun, gedirik, tuturuq, bura bizə əsas ərazi lazımdır. Bu boyda 17 milyon kvadrat kilometr ərazisi var, yenə də, məsəl üçün, Ukraynanın ərazisini işğal etmək. Hətta mən deyərdim ki, elə postsovet məkanın hamısını yenidən işğal etmək, o təfəkkürdədirlər və deyək ki, bunlara nə verir məsələsi, bu aparılan yanlış bir siyasətdir və o yanlış olduğunu mahiyyətcə bilirlər. O yanlış olduğu birisi nədir? Berlinin ortasındaydı da bunların sərhədi. Berlinin ortasındaydı faktik olaraq. Bugün Kurskdadır. Donbassda Kurskdadır. 2000 kilometrdən çox məsafə geri gediblər. Bax, o yanlış siyasətin nəticəsidir. Yəni ki, bax, fikir verirsiniz ki, yəni ki, bax, biz burada belə eləyəcəyik, bunu... Çox üzr istəyirəm və davam da eləyirlər bugün. Davam da eləyirlər. Yəni ki, deyəsiniz ki, dərs alırlar ki, bundan ki, yox, davam eləyir. Amma məğlubiyyətdir. Mütləq məğlubiyyətdir. Bu günləri Ukraynadakı müvəqqəti üstünlük, mən bunu hələ qələbə demirəm də, müvəqqəti üstünlük perspektivdə indi biz barədə danışarıq, çox çətin olacaq Rusiya üçün. Necə ki, indi də çətindir. Mən xaricdə olanda Rus özünü belə Rus kimi təqdim eləməyə utanırdı. Yəni ki, millət olaraq da, dövlət olaraq da izolyasiya olunmaq. Təsəvvür edirsiniz, bu siyasətin nəticəsi də o deyil. Yəni ki, səni heç ara buraxmırlar, səni görürlər ki, belədir. Uşaqlara qarşı, təsəvvür edirsinizmi? Uşaqlar da uşağa qarşı. Bunun hamısı bu yanlış siyasətin nəticəsidir. İstəyir içəridə aparılan siyasət, yəni Rusiya heç vaxt demokratik ölkə olmayıb, yəni heç vaxt olmayıbdır. Yəni ki, 9-cu əsrdən bəri də, yəni Kiyev Rus dövləti dediyimiz Yaroslav Mudrun dövründən başlamış da elə Putinə qədər, hətta SSR dağılanda dedilər ki, demokratik olacaqmı? Alınmadı. Yəni ki, çünki cəmiyyətin təfəkküründə demokratiya meyillik yoxdur. Tək-tək adamlar da var. O tək-tək adamlar da Rusiya siyasəti, mən görmüşük də, yəni ki, belə Navalny mübarizə aparırdı da, amma o da deyildi ki, Krımnaş. Yəni, o imperiya ambisiyası hətta demokratik ruhlu adamların özündən də kənar deyildi. 88-89-cu ildə o məşhur 3 tezis, yenidən qurma, aşkarlıq, demokratiya çıxanda, onda parlamentdə, SSR Ali Sovetində müəyyən müzakirələr oldu. Litvadan olan bir, tutaq ki, ziyalı deyir ki, mən Rusiyada yaxınlaşıram, deyirəm ki, yəni ki, biz gələcəkdə istərdik müstəqil olmaq, deyir, ən demokratiki belə istəmir onu. Deyir ki, yox, siz bizim olmalısınız. Və nə qədər belə davam edəcək, bunu da heç kim bilmir, amma hər halda bugün belədir. Cahanşir bəy, siz çox yaxşı, sizin sualınızın bir hissəsi qaldı ki, yəni ki, siz nə verirsiniz? Bəli, siz nə verirsiniz? Yəni, niyə səni mən qəbul edim? Mən yadıma mərhum Şimon Peresin Putinlə görüşündən sonra verdiyi müsahibə yadıma düşdü. Və o müsahibəni çox istəyirəm, Azərbaycan dilində mən tərcümə edib vermişdim, bizim saytlarda çıxmışdı. Orada çox yaxşı bir söz vardı. Şimon Peres Putinə deyir ki, bax, Amerika oyanır yuxudan. Bu tərəfi də okeandır, bu tərəfi də okeandır. Qonşuları ilə də çox yaxşı münasibətdədir. Bəli. Hamıya da verməyi xoşlayır.
Yəni ki, nəsə versin. Alır da verir də. Hətta stat gətirmişdi də. İkinci Dünya müharibəsindən sonra Marshall planı öz gəlirinin 50%-ni qoymuşdu tam Avropanın dirçəldilməsinə. Avropanı özünə dost elədi. Siz isə deyir, heç nə vermirsiniz. Qonşularınızdan yalnız qopartmaq istəyirsiniz. Bax, sizin mahiyyətiniz odur və bundan əl çəkin. Bundan əl çəkin. Bax, Şimon Peres çox müdrik bir şəxsiyyət idi. Yəni, çox yaxşı bir söz demişdi ona ki, siz ancaq qopartmaq istəyirsiniz. Kiməsə nəsə vermək istəmirsiniz. Verəndə də yenə də nəsə umursunuz, onun 2 qatını umursunuz, 3 qatını umursunuz. Birdən-birə o cəmiyyətdən o imperiya ambisiyasını, o imperiya təfəkkürlərini çıxartmaq çox çətindir. Nəsillər dəyişməlidir. Əslində bizim dövlətdən də bu qədər belə adekvat reaksiyalar açığı gözləmirdilər. Biz konkret bir mövqe qoyduq. Cənab prezidentin davamlı olaraq özü. Bəli, davamlı olaraq konkret hansı addım atdılarsa ona bəli cavab verildi və mən izlədim Ukraynalı kanallar, Rusiyanın özündən olan bəzi müxalif deməli qüvvələr, yəni rus dilli kanallar hamısına baxdım, hansı ki çox böyük kütlələrə xitab edirlər, daxili auditoriyalarına xitab edirlər və s. beynəlxalq səviyyədə çıxışlar edirlər. İngilis dilində olanlar da var, rus dilində olanlar da var. Yəni, onlar aylarla Prezident İlham Əliyevi təriflədilər, Azərbaycanı təriflədilər ki, yəni onlar da dedilər ki, biz təəccüblənirik də ki, yəni Prezident İlham Əliyev necə konkret qətiyyətli bir mövqe qoyur ortaya, geri addım atmır. Yəni Putini o təəccüblə. Əslində düşənbə görüşündən əvvəl bəlkə də biz o mövqeyi qoymasaydıq, düşənbə görüşü də o formada olmayacaqdı. Yəni düşənbə görüşündən əvvəl 8 avqustda Vaşinqton samiti oldu da, Vaşinqton. Bu Rusiyaya ən böyük zərbə idi. Yəni nə bilirsiniz nə mənada? 2 postsovet respublikası, Cənubi Qafqaz Respublikası güya ki Rusiyanın təsirinin altındadır da. Müəyyən mənada bilirik də. 5 ildir müharibə qurtarıb, 2020-ci ildən bəri. Sən bu 2 respublikanı barışdırmırsan. Zəngəzur dəhlizi məsələsində heç bir addım atmırsan ki, halbuki öhdəlik götürmüsən. Də deyəydin ki, bax mən təhlükəsizlik təmin yolu mütləq aşmaqlıdır. Barışın, müqaviləni indi imzalayın. Amma maksimum çalışdılar ki, 2023-cü ilə qədər Qarabağın özündə vəziyyəti gərginləşdirsinlər, Azərbaycana təzyiq eləsinlər. Özləri demişkən, güya ki, burada hansısa bir stat məsələsi müzakirə eləyəcəkdilər. Orada yazılır, büstlər tikdilər, Pravoslav kilsəsi tikdilər, Rus icması yaratdılar belə qısa bir müddətdə. Hərçənd ki, elə bir icma da yox idi, elə belə formal bir Rus icması yaradılar. Yəni, bunların hamısı təzyiq formasıdır. Bax, uduza gəlmək o demək də. Sən eləmədin, bu 5 ildə sən bacarmadın bunu, Amerika bacardı. Amerika bacardı və cənab prezident onu çox yaxşı deyir ki, bugün biz dünyanın ən böyük ofisində ən güclü prezidentin yanındayıq. Bax, bu ifadə şapalaq idi. Ən böyük cavab. Sən eləmədin. Əlində bütün imkanlar ola-ola, sən elə yenə də parçalı hökmsür siyasəti ilə davam edirsənsə, köhnə ənənəvi üsullarla davam, olmayacaq. Ukrayna prezidenti Zelenski ilə bu yaxınlarda qardaş ölkənin prezidenti cənab Ərdoğanın görüşü oldu və hal-hazırda ABŞ prezidentinin sülh planı var. Ən azından nəzəri olaraq bu var. Və bu plana, bu müddəalara müvafiq, yəni ona uyğun olaraq sizcə hansısa bir, indi sülh deməyək, ən azından daha realist olaq, potensial atəşkəs imkanları nə yerdədir? Amerikanın bu sülh planı ifadə belə idi elə, Rusiyanın arzusu Ukrayna üçün isə kaşmar, yəni dəhşət. Yəni ifadə bu cür idi. Amma bir reallıq məsələsi var. O reallığa gəlirim. Yəni ki, o reallığı yaradan həm siyasi, həm hərbi tərəflər var. Bu günləri, yəni ki, o 28 maddəlik, yəni ki, o sülh planı ortalığa çıxandan bəri Avropada Kaya Kallasdan başqa mən hər hansı bir o Qərb Avropa ölkələrinin dövlət başçılarının konkret olaraq çıxıb belə deyək ki, əks reaksiya göstərdiyini görmədim. Yəni ki, deyək ki, Makron çıxsın desin də, yoxsa elə belə deyək ki, ən aqressivi güya ki odur. Müəyyən mənada Böyük Britaniyanın baş naziri Starmer da ki, Almaniyanın kansleri əsas aparıcı ölkələrdə öz adlarına bu məsələyə hələ münasibət bildirməyiblər. Yəni Kaya Kallas bildirir, sanki biraz müşahidə bildirirlər. Bilirsiniz necədir? Və Amerikanın da çox güclü baskısı var. O dərəcədə ki, hətta mən sizin studiyanıza gəlməmişdən əvvəl gördüm, yazılıb ki, Amerika daha böyük təzyiqlər edir ki, 27-sinə qədər, yəni Şükran Günü bayramına qədər bu məsələ həll olunmalıdır. Yoxsa daha pis olacaq. Da Ukrayna üçün pis olacaq ha. Yəni yoxsa daha pis olacaq. Bu bilirsiniz nə vəziyyəti yaradır? Düzdür, belə paralellik müqayisədə bir səhvlik var, amma İkinci Dünya müharibəsi qutaranda, yəni Berlin alınanda,
Yəni ki, artıq Qərb də bilirdi ki, yəni Amerikada, İngiltərədə bilirdi ki, burada bir bölünmə olacaqdı. Almaniya təbii ki, istəməzdi ki, bölünsün də, amma məcbur oldu da. Məcbur oldu. Bir tərəf qaldı Stalinin əlində, yəni Digər faktiki olaraq. tərəfdə İngiltərə, İngiltərə, ABŞ, Amerika və Fransa. sair. Yəni bunların əlində qaldı. Amma zaman keçdi, 45 ildən sonra hər şey gəldi öz yerini tutdu. Almaniya birləşdi. O 45 il ərzində də ancaq Almaniya demokrat şərqdən qərbə qaçışlar oldu. Bəli. Və qərbdən şərqə heç bir qaçış olmadı. Çox üzr istəyirəm. Bu məqamda çox qısa bir qeyd edeyim. Məşhur o Francis Fukuyama'nın Tarixin sonu fikirlərin zəfəri tezisi var ki, qərbli liberal fikirlər kommunizm üzərində deyir, qələbə çaldı ki, Sovet İttifaqı dağıldı. Həqiqətən də bu siyasi hakimiyyətləri bir kənara qoysaq, xalq ora qaçdı. Yəni sözün həqiqi mənasında xalq ora Ona görə qaçdı. divar tikmişdilər. Yəni Xruşov dedi ki, orada divar. Bəli. Yəni sözüm nəyə gətirirəm? Bu gün reallıq Zelenskinin çıxışı da belə çox normal bir çıxış idi, açıq deyim, reaksiyası ki, biz ya ən yaxın tərəfdaşımızı, güclü tərəfdaşımızı itirməliyik, yəni bunun əleyhinə getməklə Amerikanı itirməliyik, ya da ləyaqətimizi itirməliyik. Yəni ki, çox ciddi bir dilemmadır. Çox dilemmadır. Mən açıq deyim ki, bu məsələdə gözləyirdim ki, Kiyevdə xalq ayağa qalxacaq, etiraz eləyəcək, yəni ki, bu sülh planına etiraz eləyəcək. Yayda, avqust ayıdır. Korrupsiya orqanının ləğv haqqında yazdırmı? Bir qərar oldu, xalq küçələrə çıxdı. Deməli, indi mümkündür. Mümkündür. Bəli. Bu günə qədər mümkün olmursa, mən çox təəccüb eləyirəm, açıq deyirəm ki, çünki mən Ukrayna xalqını gördüm o bir həftənin içərisində nisbətən ki, yəni barışmazlıqları vardı. Bəlkə belə bir şey var. Gözləyirlər ki, bu müddəaları siyasi hakimiyyət tərəfindən qəbul olunacaqmı, olunmayacaq? Yəni bəlkə xalq gözləyir ki, həqiqətən siyasi hakimiyyətin reaksiyası nə cür olacaq? Çox təəssüf ki, siyasi hakimiyyətin özünə münasibət indiki mərhələdə bir mənalı deyil. Xüsusilə bu korrupsiya ilə bağlı faktlar ortalığa çıxıb və bu da təsadüfi deyil, üst-üstə düşməyi, buradan korrupsiyanın şişirdilməsi, Zelenskinin ətrafının 100 milyonları əldə eləməsi, hətta belə ki, aya 2 milyard dollar əldə eləyiblər, bu qədər şeylər yazırlar və daxildə Zelenskiyə münasibətin çox belə kəskin olduğu bir anda həm də adını sülh planı dediyimiz bu, yəni ki, doğrudan da xüsusilə o 21-ci maddəki, yəni ki, ərazi bütövlüyü ilə bağlı maddənin ortalığa atılması çox belə üstüdür, Zelenskini çıxılmaz vəziyyətə qoydu. Vəziyyətdən çıxmaq üçün düzdür. İndi addım nə aparıb? Təxminən 8-9 nəfərdən ibarət İsveçriyə komissiya göndərir. O komissiya nədir? O komissiya üzvləri Avropa mütəxəssislərlə, yəni ki, Avropanın dövlət başçıları ilə yox, onların belə deyək də ki, bilim adamları deyək də, bu məsələlərlə bağlı olan həm hərbiçilər var, həm siyasətçilər var, onlarla görüş keçirdəcəklər və deyək ki, müəyyən bir təlimatlar da vermişəm. Əsas gedənlər də xüsusi xidmət orqanlarının işçiləridir, həm kəşfiyyat, istəyir hərbi kəşfiyyat, Kiril Budanov, istəyirsə də xarici kəşfiyyat dairəsinin rəhbəri, təhlükəsizlik xidmətinin müavini, yəni ki, hiss olunur ki, yəni ki, əsas fiqurlar yalnız hərbiçilər deyil, təhlükəsizlik istiqamətində bütün informasiyalara malik şəxslərdir. Yəni, potensialı bilirlər də, qarşı tərəfində potensialı bilirlər, öz potensiallarını da bilirlər və burada artıq seçim olacaqdır ki, müəyyən dərəcədə nəyisə dəyişdirmək, korrektə etmək deyəkdir, redaktə etmək mümkün olacaqmı? Bu addımlar atılacaqdır, mütləq atılacaq. Yəni ki, elə hamısı orada bəli deməyəcəkdir. Sonuncu Amerika tərəfindən gələn xəbər də budur ki, qəbul etməsəniz bundan da pis olacaqdır. Dəstəyə çəkəcək. Yəni mən o 2-ci Dünya müharibəsi ilə bilirsiniz nəyə görə müqayisə edim? Ola bilsin ki, bu günləri qəbul eləyərlər. Amma biləsiniz ki, zaman keçəcək. O Donbas var, yəni ki, bir fəxrlə ki, götürürlər. Nə o Donbası dirçəldə biləcəkdir. Daş üstündə qalmayıb onsuz orada. Mariupoldan tutmuş, belə deyək ki, Xarabaxana. Axırda oradakı insanlar, əgər orada hətta belə tikanlı məftillər çəkəcəklərsə, onlar Ukraynaya qaçacaqlar. Zaman keçəcəkdir, o Donbas da Ukraynaya qayıdacaqdır. Bu günləri bəlkə də çıxılmaz vəziyyətdə razılaşsınlar, amma mütləq bir-iki belə də ki, korrektələr olmamış olmayacaq. Düzdür, o korrektələr keçəcəkmi? Qəbul olunacaqmı Amerika və Rusiya tərəfindən? Bu biraz sual yaradır. Hər halda, yəni bu gün səhər o müqavilə imzalanması deyil. Bu hələ zaman aparacaqdır. Ən azı gələn ilin əvvəlinə qədər. Bu Zelenski ilə, yəni daha doğrusu korrupsiya qalmaqalı ilə bağlı mənim beynimdə bir alternativ belə bir fərziyyə də var. Zaman göstərəcək bunun nə qədər doğru olub olmadığı. Deməli,
cənab Trump seçiləndən sonra bilirsiniz Zelenski ilə görüşdülər. Və orada ilk görüş belə deyək də bir rüsvayçılıq oldu dünya ictimaiyyəti üçün. Orada onu aşağılamağa çalışdılar. Cavanşir bəy, sözünüzü unutmayın, orada bir an oldu da. Sizin kartlarınız yoxdur. Belə bir Bəli, ifadə var. sizin kartlarınız. Bu gün həmən termini, həmən o dediyim general işlədib Ukraynaya qarşı ki, siz uduzursunuz. Sizin kartlarınız, uduruş kartlarınız yoxdur. Yəni elə fevralın 28-dən siz dediyiniz görüşdən başlayan xətt, siyasi xətt bu gün davam edir. Amma orada belə bir məqam var ki, deməli o görüşdən sonra mənim müşahidələrimə əsasən görüşdən öncə Zelenskinin ümumilikdə ölkə daxilində reputasiyası çox düşmüşdü. Belə deyək də tamaşaçılar belə fikrimi başa düşsün deyə elə bil deyək ki 100% üzərinə düşmüşdü tutaq ki bir 30%, 25%. O görüşdən sonra onun reputasiyası sanki 20%-dən bir 90-a qalxdı, 80-ə qalxdı belə deyək. İndi əcəba amma mən düşünürəm ki bu sülh planı ABŞ-nin təqdim elədiyi və ki Zelenski buna reaksiya olaraq dedi ki biz tərəfdaşımızı itirəcəyik ya da ləyaqətimizi itirəcəyik. Bu reaksiyadan sonra mən düşündüm ki bəlkə bu da Zelenskinin xilasına yönəlik bir planın, strategiyanın, uzun müddətli strategiyanın bir parçasıdır ki, biz belə bir plan irəli sürəcəyik. Sən bunu qəbul etməyəcəksən, bizə sərt reaksiya verəcəksən, necə ki Oval Office-ə verdin, Ağ Evdə verdin. Biz də səninlə bu və ya digər formada barışmış kimi görünəcəyik. Qərb sənə yenə dəstək verməyə davam edəcək və xalqın nəzdində o korrupsiya, qalmaqalı və s. hamısı bir anda unudulub gedəcək. Mən düşünürəm ki, belə bir ehtimal az da olsa var, amma bunun nə qədər real olmaması təbii ki, zaman göstərəcək. Siz dediyiniz kimi bunun ehtimalı çox azdır. Çünki bu korrupsiya məsələsi bilirik ki, yəni ki, çox ciddi məsələdir. Avqustdan başlamışdı, biraz aşağı düşmüşdü avqustdan sonra. Amma indiki şəkildə bax bu deyək ki, korrupsiya məsələsinin üzə çıxmasını ki, çıxardırıq. Burada da sənin nüfuzun əksinə mən hesab edirəm ki, məhz elə işlədilər ki, korrupsiya ilə bu məsələdə elə eləsinlər ki, Zelenski inat göstərə bilməz. O da, yəni ki, o dediyiniz o dilemmanı qoydu ki, ya budur, ya budur. İkimiz, bizi də qarşıda deyir, çox çətin bir qış gözləyir. Onu da deyir. Yəni Zelenski bir mənalı xüsusən o regionda. Zelenski bir mənalı şəkildə imtina etməyib sülhdən. Yəni ki, bu plandan Bəli. O deyib həmişə mən hazıram. Yəni ki, biz amma suverenlik məsələsi var, ərazi bütövlüyü məsələsi var. Əlbəttə ki, bu məsələni tutaq ki, səhər razılaşdılar. Bu məsələlər mütləq referendumdan keçməlidir. Bəli. Səhərləri, sabahları. Amma orada bir şərt vardı, 28 maddənin bir şey. Ukrayna qəbul etməyə bilər. Yəni tanınmanı. Amerika tanıyır, Avropa da tanıyacaq. Yəni Avropa deyər ki, mən də tanımıram. Yəni Amerika tanısınlar. Avropa tanımaya bilər. Rusiya bax orada biraz cığallıq eləyə bilər ki, yəni ki, belədir, səhər sanksiyalarımı da götürün. Bu işlər Avropa deyər ki, hətta o ərazi verilirsə, yəni ki, Rusiyanın nəzarətinə razılıqsa, mən sanksiyanı götürmürəm. Bu danışdıqlarımızın icmalı olaraq siz düşünürsünüz ki, yəni önümüzdəki belə deyək, kobud dildə bir 10-15 ilə 20 ilə buraxırlar ki, deyək bu gün atəşkəs olsun, ən azından dondurulsun. Zaten Rusiya kifayət qədər zəifləyib və ola bilsin ki, orada hakimiyyət dəyişəcək, burada dəyişəcək. Ola bilsin ki, bu danışıqlar yolu ilə 10-15 il içində həll olacaq və o torpaqlar bir nəsil dəyişiminə böyük ehtiyac yaranır. Necə ki Putin Sovet adamıdır, yəni ki hələ dəyişməyib də, tamamilə o Sovetdən təfəkkür həmin təfəkkürdür. Ona görə də bir müddət hələ, yəni ki indiki nəslin özündə də ki o ki Nakazat Xaxlov, yəni belə bir terminləri var bunların. Hətta onu daha vulqar ifadələrlə deyirlər. Bəli. Belə ifadələrlə bunların hələ onun üçün bir nəsil dəyişməsi. Yəni siz çox belə optimist dediniz 15-20 il. Çox uzaq. Yəni ki, çox uzaq bir məsələ. Yox, onların barışmağı mən düşünmürəm ki, 15 ilə, ümumiyyətlə 50 ilə də barışmazlar. Dünya siyasəti elə proseslər gedir ki, yəni elə belə də ki, dünyanın qloballaşması prosesi elə gedir ki, müharibə olmayandan sonra bilmək olmaz ki, yəni ki, insanlar vaxtilə ən aqressiv almanlar, yəni alman gəncləri də belə də ki, Hitlerin yanında olanlar bu günləri deyirlər ki, bizi çağırmayın orduya. Ondan sonra Putin gəlsin, dedi, Almaniyanı idarə eləsin. Yəni belə təfəkkürlər də yaranır. Var, amma çox üzr istəyirəm, paraleldə AFD-nin səsi də 1%-dən 10%-i keçib. İfrat sağ, bəli. Yəni ona görə deyirəm ki, tezliklə 15 ilə 20 ilə Rusiyada təfəkkür dəyişməsi gözlənilir.
Bəli. Rusiyada mən də buna əminəm ki, çətin məsələ. yaxın bəli 15-20 ilə təfəkkür dəyişimi gözlənilmir. Bilirsiniz, mən də həm də bu müharibə başlanmışdan öncə bir məqalə yazmışdım. Avropa Info saytında yayımlanmışdı. Orada mən qeyd etmişdim ki, bəs belə bir müharibə olacaq, Qərb Ukraynaya çox ciddi dəstək verəcək. Əsas məqsəd Rusiyanın zəiflədilməsidir. Ukrayna da burada bir növ belə deyə də dırnaq arasına alıram, qurban xarakteri daşıyır ümumi mənzərədə. Amma orada əsas tezisim sivilizasiyaların toqquşması idi. İstəyirəm bu barədə də çox qısa bir fikir mübadiləsi aparaq. Sivilizasiyaların toqquşması deyəndə söhbət konkret olaraq Rusiyadan və yaxud da konkret olaraq ABŞ-dən getmir. Yəni 1054-cü ildə Konstantinopol pravoslavla Katolik Roma ayrılanda heç ABŞ, yəni qitə kəşf olunmamışdı. Bəli. Ondan sonra deməli 13-cü əsrdə başlayan Monqol-Tatar işğalı və Rusiyanın ümumi geosiyasi proseslərin tamamilə kənarında qalması. Gəlirik məsələn 15-ci 16-cı əsrə. Biz görürük ki, orada da Avropada feodal təfəkkürdən milli dövlət konsepsiyasına belə deyə də bir türkcə desək altyapı hazırlanır və ondan sonra yenə deyək ki, Rusiya bu proseslərin kənarındadır. Yenə sonra Vestfaliya sülh müqaviləsi, 30 illik müharibələr, katoliklərlə protestanlar sülh müqaviləsi bağlayır, milli dövlətlər yaranır. Rusiya yenə kənardadır. Sonra 18-ci əsrə gəlirik. Məsələn, tamam İsveç üzərində bir kiçik bir qələbə, yenə də mən oyunçuyam deyə gəlir, amma bu səfər Pyotrun islahatları və yenə Qərblə rəqabətə girirlər. Sonra Napolyon müharibələrindən sonra yenə müqəddəs ittifaq qururlar ki, azadlıq, liberal hərəkatının qarşısına çıxsınlar, monarxiyanı dəstəkləsinlər. 19-cu əsrdə deyək ki, yenə eyni şəkildə proses davam edir və kənarda qalırlar. Bu proseslərin hamısından kənarda qalırlar. Və 20-ci əsrin əvvəllərində olur sosialist düşərgəsi. Yəni 20-ci əsrə qədər din məzhəb idisə, bu səfər həm də sosializm. Orada liberal kapitalistlər, burada sosialistlər və soyuq müharibə və bu gün də yenə indi Rusiya, ABŞ və yaxud da ki, kollektiv qərb deyirik. Əslində mən dünyadakı bu bütün siyasi şəxslərlə, ekspertlərlə, analitiklərlə, siyasətçilərlə barışmadığım tək nöqtə budur ki, bu sivilizasiyalar məsələsinin bu 1000 illik davam edən prosesi, ümumi mənzərəni hamı kənara qoyur və sanki sadəcə məsələ Putin imiş, sanki sadəcə məsələ deyək ki, Trump imiş və yaxud da Zelenski imiş. Məsələni belə deyə də məhdud bir çərçivəyə salırlar. Bu barədə nə düşünürsünüz? Yəni şəxslər ətrafında, yəni ki, düzdür. Bəli, marginal da, yəni hətta ölkə deyək. Yəni belə deyə də, yəni düzdür, şəxsiyyətin rolu böyükdür, yəni ki, bu danılmazdır. Şübhəsiz, bəli. Amma biləsiniz ki, perspektivdə Rusiyanın özünün taleyi hələ sivilizasiya toqquşmalarına yox, daxili toqquşmalar çox ehtimal olunandır. Vətəndaş müharibəsi və s. bəli. Mən onu nədə gördüm? Yenə deyirəm, Ukraynada olanda görüşdüm onlarla, müsahibələr götürdüm. Rus könüllü ordusu, yəni ki, Ruslardır, Rus vətəndaşlarıdır, Rus könüllü ordusu bir neçə batalyondular. Yəni ki, deyirlər ki, biz Rusiya qarşı vuruşmuruq, biz Putinə qarşı vuruşuruq. Və yaxud da ki, Sibir batalyonu, Sibir xalqlarının bir azadlıq istəyirik deyir. Biz heç belə deyək ki, təkcə Putinin məsələsi deyil. Biz azadlıq istəyirik. Yəni mən gördüm oradakı müxtəlif nümayəndələr, Sibir xalqları, içində türk dilli xalqlar da vardı. Onlar da. Və bu perspektivdə müharibə bitəndən sonra Putin bu müharibəyə nə qədər qalib donu geyindirsə də içəridə çox gərginlik olacaqdı. Daxildə çox gərginlik olacaqdı və bu daxildəki gərginliyin artıq əsası qoyulubdur. Yəni ki, onun əsasını yaradanlardan biri də Sibir tərəfdən Çindir. Çin kifayət dərəcədə maksimum çalışır ki, Rusiyanı həmişə əlində saxlasın və perspektivdə hətta ki, Rusiyanın bugün gəlir mənbələri olan Yakutiyadan tutmuş, yəni ki, Sibirin ortasına tümen, neft, qaz filan, onsuz da irəliləyiblər, xeyli irəliləyiblər. Yəni, Ruslar özləri deyirlər ki, biz 50 milyon, 40 milyon hektarlarla uzun müddətə icarəyə vermişik Çinə. Yəni ki, bu cür məsələlər var. Perspektivdə Rusiyanın özünün içərisində bir o sivilizasiya toqquşması yox, özlərinin toqquşması olacaq da və bu perspektivdə siz dediyiniz o sivilizasiyanın toqquşması yox, əsl sivilizasiyanın bir-birinə yaxınlaşması baş verə bilər ondan sonra. Ola bilərmi ki, Qərb bunu gördüyü üçün Rusiyanı çox ciddi rəqib hesab eləməyib, Çinə üst tutmaq istəyir? Onsuz da Trumpın siyasəti deyil, Amerikan siyasətidir ki, təbii ki, yəni ki, Çinlə Rusiyanı ayırsınlar, Rusiyanı öz tərəfinə çəksinlər. Rusiyanı ciddi almırlar bu. Almırlar. Çünki perspektivini, yəni perspektivdə uzun müddətli perspektivini Çini görürlər. Yəni ki,
Çinin iqtisadi potensialını, gücünü görürlər. Ona görə də maksimum çalışırlar. Çin də bunu bilir və açıqda deyir. Biz bilirik ki, siz Rusiyanı əlinizə alsanız, hədəf biz olacağıq. Hədəf bizik, bəli. Növbəti bizik daha doğrusu. Elə eləyirik ki, elə hədəf belə davam eləsin. Yəni ki, bu saat yeri gəlmişkən müharibənin uzanmasında Çinin çox böyük rolu var. Çin, bəli, bəli. Yəni müharibədən sonra Rusiyanın yaxşı günlər gözləmir. Heç nə qədər şübhəsiz. təbliğat aparsalar, nə qədər Solovyov danışsa da ki, hər şey yaxşıdır, bax qaşımızı qaldıranda hamı dağılacaq filanca. Yəni bütün bunlar baş verəsi deyil. Son olaraq çox qısa ümumilikdə Ukrayna müharibəsinin nəticəsi nə olursa olsun bu postsovet məkana təsiri bunun qaçılmazdır. Yəqin ki, bizə də təsir olacaq. Elə söhbət ondadır ki, biz həmişə Ukraynadan niyə daha çox danışırıq? Ona görə danışırıq ki, postsovet məkanıdır Ukrayna. Rusiya burada özünü güclü, qalib eləsə, postsovet məkanının istənilən xüsusilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz ilk belə deyək ki, hədəflərindən olacaq və bunlar onu gizlətmirlər. Ya açıq-açıq deyirlər. Qazaxıstan və Azərbaycan açıq-açıq deyirlər. Siyasi şərhçilər hər dəfə deyirlər ki, açıq şəkildə qoy buranı qutaraq, bu Ukrayna keçəcəyik sizə. Qazaxıstan və Azərbaycan. Görünür elə Vaşinqtonda 5 Mərkəzi Asiya dövlət rəhbərlərinin Tramp tərəfindən qəbul olunmasından 2 gün sonra Tokayevin Kremlə çağırılması 3 saat danışıqlar və 3 saat danışıqlardan sonra Tokayevin Putinin ünvanına diframbalar söyləməsi ki, sən böyük yoldaş, böyük qardaşsan filan, bütün bunlar hamısı göstərir ki, təzyiqlər maksimal şəkildədir. Maksimal şəkildə və Ukrayna müharibəsi bitəndən sonra bu ya digər şəkildə Cənubi Qafqazda, Mərkəzi Asiyada çox təəssüf ki, bunu mümkündür və amma hazırlıqlı olmaq lazımdır. Rusiya heç də istədiyinə elə Ukraynanı qutaran kimi sabahları gəlsin, düzdür çalışacaq, xüsusilə Ermənistanda çalışacaq, parlament seçkiləri ərəfəsində daha da qızışdırıcı rol oynayacaqdır. Amma elə gəlir ki, Qərb də bütün bunları bilir, müəyyən informasiyalara malikdir. Və ona uyğun da planlar qurulur, əks addımlar atır. Bəli. Çox sağ olun İlham müəllim. Buyurun. Xoş gəldiniz. Xoşda gedəcəksiniz. Təşəkkür edirik. Gözəl bir fikir mübadiləsi oldu. Tamaşaçılar üçün də ümidvaram ki, xoş oldu. Bu günlük bu qədər. Bizi izləmədə qalın. Görüşənədək.